Gecə səhərə işləyən ağır tonajlı yük maşınları, qaldırıcı kranlar və digər texnikalar sakinlərin yuxusuna ərşə çəkib. Səsküydən ətrafda dayanmaq olmur. Baxın, gördüyünüz kimi hal-hazırda Molud 02. Görüntülər paytaxtın Nəsimi rayonu Cavad xan küçəsi 31 ünvanından da ərazidə yaşayan sakinlər deyirlər ki, həyətlərində inşa olunan yeni, çox mərtəbəli binada səsküy səngimir. Bax, bu dəqiqə biz yaxın məsafədə yaşayırıq. Səhərə kimi bu tikintilər burada biz baxanda dağ massividir. Tikinti tikilib, ancaq indi yenidən nəsə tikməyə səy göstərirlər. İstər xəstə var, evdə körpə uşaqlar var. Saat özə başlayırlar, gecə başlamağa, o tikintini yəni ki, sökməyə. Əgər bura siz baxsaz, gecə saatlarında gəlib fikir versəz, inan ki, qulaq tutulur. O labüd. Əgər şəhərdə iş gedirsə, kimsə yaşayırsa, ona da dözməlidir. Mənim fikrimcə, lap çox səsküylü işlərdən az istifadə eləsələr yaxşı olar. Məsələn, kimsə işçi boş-boşuna qışqırırsa gecə, yuxarı radiasiya var da, məsələn, bəzi şeylər var, texnika inkişaf edib, belə şeylərdən istifadə eləsələr daha yaxşı. Nənəm qalır evdə, 85 yaşında, o narahat olur, biraz yaşlı arvaddır da, xəstə adamdır. Yəni, gecə indi o biraz problem olur. Və hələ ki, hamı işə gedir, eləyir, səhər tezdən, səsküy adamı qoymur yatma, həqiqətən də qoymur yatma. Paytaxtın Nəsimi rayonunda inşası davam edən hündür mərtəbəli yeni yaşayış kompleksinin həyətindəyik. Sakinlərin iddiasına görə gördüyünüz bu ərazidə gecədən səhərə qədər işləyən ağır tonajlı yük maşınlarının səsi onların mənzillərinin içindəymiş kimi hiss olunur və gecədən səhərə qədər ərazidə tikinti işlərinin aparılması sakinlərin narahatlığına səbəb olur. Öyrəndik ki, çox mərtəbəli yaşayış kompleksi Garanti İnşaat MTK tərəfindən tikilib və artıq sakinlərin istifadəsinə verilib. Tikinti şirkəti iddialarla razılaşmır. Binada ümumiyyətlə tamamlanıblı tikinti, ağır tikinti işləri getmir. Artıq tikintisi başa çatdırılır. Bəli, tikinti başa çatır. Amma həyətində qazıntı işləri hələ də davam edir. Yox, abadlıq işləridir o. Qazıntı işləri tamamlanıbdır, abadlıq işləri gedir artıq. Bəs görüntüdə ağır tonajlı maşınların hansı iş görmür? Ağır tonajlı maşınlar yoldan keçən maşınlardır. Bir də başqa tikinti sahələrinə ola bilsin gedən maşınlardır. Yəni bizlə bağlı deyil onlar. MTK rəsmisinin sözlərinə görə binanın həyətində sadəcə son tamamlama işləri görülür. Sevinç Vaqif qızı, Seymur Əmraslanov, Xəzər xəbər.